Ölümə bir addım qalmışdı. Qadını xilas edən müəllim hadisənin təfərrüatlarını açıqladı. Deməli, hadisə iyun ayının 6-sı gecə saat 8:40-da işləmiş radələri idi. Və aşağıda öz övladlarımla oynayırdım və bir anda qışqırıq səsi eşitdim. Şükür Allah'a şükür şükür şükür. Və həmin qışqırıq səsi istiqamətini hərəkət etməyə başladım. Gördüm bir qadındır, qışqırır və yuxarıya doğru baxır. Və onunla birlikdə yuxarıya doğru baxdım, gördüm 6-cı mərtəbədə paltar iplərinin üzərində bir qadın ilişmiş vəziyyətdə qalıb. Və ondan sonra 6-cı mərtəbəyə sürətlə qaçmağa başladım. Amma 6-cı mərtəbənin qapısını döydüm, lakin həmin vaxt evdə heç kim olmadığı üçün məcbur olub 5-ci mərtəbəyə indim və 5-ci mərtəbədə evə daxil oldum. 5-ci mərtəbənin dəmir barmaqlarının arasından qalxaraq yuxarı qızın sol əlindən, sağ əlindən tutdum və ondan sonra qızı sakitləşdirməyə başladım ki, sakitləş, qorxma, mən səni buradan götürəcəm. Abşeron rayonunun Xırdalan şəhərində baş verən hadisədə ehtiyatsızlıq nəticəsində balkondan yıxılan qadının həyatı son anda xilas edilib. Qəhrəmanlıq nümunəsi göstərən şəxs isə əslən Cəlilabad rayonundan olan Anar Abdullayevdir. Anar Abdullayev Cəlilabad şəhərində yerləşən Şah İsmayıl Xətai adına 4 saylı tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərir. Hadisə barədə məlumat alan kimi İzmedia Az olaraq Anar Abdullayevlə əlaqə saxladıq. O bildirdi ki, hadisə Xırdalan şəhərində baş verib. Ehtiyatsızlıq nəticəsində balkondan yıxılan qadının vəziyyətini görən Anar Abdullayev dərhal çevik reaksiya göstərərək onun həyatının xilas olunmasında yardım edib. Anar müəllimin soyuqqanlı davranışı, cəsarəti və insanpərvərliyi faciənin qarşısının alınmasında mühüm rol oynayıb. Bu nümunə bir daha göstərir ki, müəllimlik yalnız sinif otağı ilə məhdudlaşmır. Cəmiyyət qarşısında məsuliyyət və vətəndaşlıq mövqeyi hər zaman ön planda dayanır. Deməli, qıza yaxınlaşdım və sol əlimlə onun sağ əlini tutdum. Sakitləşdirməyə başladım. Deməli, həmin vaxtı çox həyəcanlı idi. Sakitləşdirdim ki, ipin üzərində dayan və kömək sizə ediləcək. Sonra isə bir balkona deməli, bir kişi daxil oldu və ona dedim ki, döşək ağından, yəni plastinadan gətir, qızın qoluna bağlayaq ki, və aşağıya düşməsin. Döşək ağını, plastinanı deməli, qızın qoluna yaxşı bağlaya bilmədik və məcbur oldum. Gördüm ki, artıq özüm də yoruluram, qız da deyir ki, artıq yoruluram, xanım da deyir ki, yoruluram. Və gördüm ki, artıq gücümüz bitmək üzrədir və məcbur olub onu dəmir barmaqlara tərəf dartıb aşağı saldım. Və tez əlimi deməli, belinə salıb tutdum. Və Fövqəladə Halların əməkdaşlarının gəlməyini gözlədim. Çox sağ olsunlar, Fövqəladə əməkdaşları gəlib tez dəmir barmaqlarını kəsdilər və qızı oradan xilas etdik. Əlbəttə ki, çox həyəcanlı idim, həddindən artıq. Amma buna baxmayaraq öz həyəcanımı boğdum və qızın qolundan yapışdıqdan sonra bir həyəcan mənə gəldi ki, mən qızı dartanda aşağıya doğru qızın qolu mənim əlimdən çıxa bilər. Ona görə çox böyük həyəcan keçirdim. Buna baxmayaraq yenə də insanlıq borcumu yerinə yetirdim. Anar Abdullayeva göstərdiyi humanist davranışa görə təşəkkür edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq. Maarif Arifoğlu, Şəbnəm Naibli, İzmedia Az.